Müasir dövrdə çox insan uzun saatlar masa arxasında əyləşir və ya telefona baxaraq vaxt keçirir. Bu kimi vərdişlər düzgün duruşun pozulmasına səbəb olur. Halbuki düzgün əyləşmək və dayanmaq sağlam həyatın vacib hissəsidir. Düzgün qamətimizin bizim sağlamlığımıza çox mühüm təsiri var. Əgər bizim qamətimiz düz olursa, onurğamıza və oynaqlarımıza düşən yükləmələr düzgün tənzimlənir və biz hansısa bir ağrını ya da yorğunluq hissini hiss etmirik. Və əks halda, əgər biz oturanda ya da ki ayaq üstü olanda, uzananda düz uzanmırıqsa, düz durmuruq, düz oturmuruqsa, o zaman bizim onurğamıza və oynaqlarımıza yükləmə çox olur. Aşırı yükləmədən də gələcəkdə ağrılar, yorğunluq hissi və digər xoşagəlməz əlamətlər özünü büruzə verir. Özünü rahat və güvənli hiss etmək üçün bədən duruşu çox önəmlidir. Bundan başqa doğru duruş nəfəs almağı da asanlaşdırır, çünki ağciyərlər daha rahat işləyir.